Dünyanın ən təhlükəli atom elektrik stansiyası Metsamor Ermənistanda yerləşir. İğdırdakı Ağrı dağı ilə Ermənistandakı Alagöz dağları arasındakı Araz hövzəsində yerləşən Metsamor, eyni zamanda Şərqi Anadoludakı Ağrı dağı tektonik xətti ilə kəsişir. Bu stansiya 1988-ci ildə Ermənistanda baş verən insan tələfatına səbəb olan zəlzələdən əziyyət çəkib və köhnəlmiş texnologiyaya baxmayaraq fəaliyyətini hələ də davam etdirir. Birinci nəsil Rus texnologiyası ilə inşa olunan Metsamor atom elektrik stansiyası Metsamor 1 və Metsamor 2 adlanan iki ayrı blokdan ibarətdir. Metsamor 1 28 dekabr 1976-cı ildə tamamlanaraq istismara verilib. Metsamor 2 isə 31 dekabr 1979-cu ildən istifadədədir. Ermənistanda yerləşən bu atom elektrik stansiyası Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və qoruyucu təhlükəsizlik örtüyü olmadan hələ də fəaliyyət göstərir. Bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi zərər verir. Stansiyada hər hansı qəza baş verərsə, yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor atom elektrik stansiyası Yerevandan cəmi 40, Azərbaycan və Gürcüstan sərhədlərindən 120, İrandan 60, Türkiyə sərhədlərindən isə cəmi 16 kilometr məsafədə yerləşir. Bura ilk olaraq Sovet hökumətinin 1960-cı illərdə Ermənistanda icra etdiyi mis və alüminium sənayesinin artan enerji ehtiyaclarını ödəmək üçün yaradılıb. 1988-ci ildə Ermənistanda baş verən 7 bal gücündə Spitak zəlzələsi Metsamorun təhlükəsizlik məsələsini bir daha gündəmə gətirdi. Spitakın Metsamordan təxminən 100 kilometr məsafədə yerləşməsinə baxmayaraq, stansiya bu zəlzələdən ciddi ziyan görərək 1989-cu ildə bir müddətlik seismik təhlükəsizlik çatışmazlığı əsasında bağlanır. Zəlzələdən təsirləndiyi üçün radiasiya yaymaq təhlükəsi səbəbi ilə bağlanan Metsamor 1, reaktorun içərisində uranın qorumasız vəziyyətdə qalması ilə bölgə üçün ayrı bir təhlükə mənbəyi təşkil edir. Ancaq reaktorun heç vaxt işə salınmayacağına dair hökumət qərarının olmaması, elektrik stansiyasının yenidən açılması məsələsində Ermənistan hökumətinin mövqeyini gücləndirdi. Bütün bu təhlükələrə baxmayaraq, 1994-cü ilin martında Yerevanda bir araya gələn Rusiya və Ermənistan nümayəndə heyəti Metsamor 2-nin işini bərpa etmək üçün nüvə sahəsində əməkdaşlıq haqqında saziş imzalayır. Metsamorun yaratdığı ekoloji və sağlamlıq problemləri 1980-ci illərdən başlayaraq elektrik stansiyasının yerləşdiyi ərazidə bir sıra sosial reaksiyalara səbəb oldu. Məsələn, 31 mart 1986-cı ildə yüzlərlə Sovet aydınları Sovet lideri Mixail Qarbaçova göndərilən bildiriş məktubunda Metsamorun rəsmi xidmət müddətini bitirmədən belə bir çox problemə səbəb olduğunu qeyd edir. Sözü gedən məktubda Metsamordan gələn radiasiya və tullantıların minlərlə Sovet vətəndaşının yavaş ölümünə səbəb olması, bu günə qədər baş verən qəzaların mədə, bağırsaq, ürək və ağciyər xəstəlikləri ilə yanaşı anormal doğuş və sonsuzluğa gətirib çıxardığı bildirilir. İllərdir davam edən bütün bu risklərə baxmayaraq, Ermənistan daha əvvəl bu reaktoru 2016-cı ildə bağlayacağını elan edib. Ancaq 2014-cü ildə Rusiya ilə bağladığı müqavilə çərçivəsində onu 2026-cı ilə qədər uzadacağını açıqlayıb. Bu vəziyyət stansiyanın yaratdığı ekoloji problemlərin davam edəcəyi deməkdir. Əsasən reaktoru soyutmaq üçün istifadə olunan çirkli tullantı suları Araz çayına axıdılır və çayın Azərbaycan sərhəddini keçərək Kür çayı vasitəsilə ilk olaraq Azərbaycan, daha sonra Xəzər dənizi ilə həmsərhəd olan digər ölkələrin Rusiya, Qazaxıstan, Türkmənistan, İranın radioaktiv tullantılardan təsirlənməsinə gətirib çıxarır. Ermənistan bunun heç bir problem yaratmayacağını iddia etsə də, Boğaziçi Universiteti Nüvə Mühəndisliyi kafedra müdürü Professor Vural Altın reaktorda soyudulmaq üçün olan suyun orada qaldıqca radiasiyanın yığılıb qalacağını, yəni buna görə reaktorları soyudan suya radiasiya qarışmasının mümkün olacağını dedi. Altına görə hər hansı bir qəza səbəbindən radiasiya sızması və dolayı olaraq ətraf mühit və sağlamlıq problemlərinin yaşanması qaçınılmazdır. Xatırladaq ki, Metsamor stansiyası da Çernobıl atom elektrik stansiyası kimi ən köhnə və təhlükəli Sovet elektrik stansiyasıdır. Dipnot: Metsamor tərk edildikdən sonra yenidən fəaliyyətə başlayan dünyanın yeganə atom elektrik stansiyasıdır.
Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və bu sahədəki bir çox beynəlxalq təşkilat tərəfindən dünyanın ən təhlükəli atom elektrik stansiyası elan edilən Metsamor, Ermənistanın tələb etdiyi enerjinin təxminən 40%-ni, yəni 1/3-ni təmin edir. Hazırda Rusiya və İran Ermənistanın ən mühüm enerji mərkəzlərinə çevriliblər. Bütün təhlükələrə baxmayaraq Ermənistanda nə dövlət səviyyəsində, nə də xalq səviyyəsində nüvə elektrik stansiyasının qısa müddətdə bağlanması iradəsinin təzahürü görülmür. Bu, Metsamorun Ermənistan Milli Akademiyası və ABŞ Kəşfiyyat Xidmətinin Metsamorun Ermənistanda yenidən açılmasına qarşı olub-olmaması ilə bağlı aparılan sorğunun nəticələrindən də görünür. İştirak edən 1200 nəfərdən 71%-i atom elektrik stansiyasının açılışını dəstəklədiklərini, 14%-i isə bu stansiyanın açılmasına qarşı olduqlarını deyib. Göründüyü kimi, Metsamor atom elektrik stansiyasının yarada biləcəyi təhlükələr təkcə Ermənistan üçün deyil, başda Azərbaycan və Türkiyə olmaqla bütün region ölkələri üçün böyük risk daşıyır. Türkiyə Respublikası Ermənistana elektrik stansiyasının təhlükəsi barədə dəfələrlə xəbərdarlıq etsə də, bu xəbərdarlıqlar göz ardı edilib. Metsamor atom elektrik stansiyasının yarada biləcəyi təhlükə ilk növbədə regional və ekoloji təhlükədir. Bu təhlükə regionun bir çox ölkələrində olduğu kimi Azərbaycan üçün də çox kəskin hiss olunur. Ermənistan isə bu təhlükəni bilərək yenə də stansiyadan istifadə edir. Əgər bu stansiyada hər hansı bir reaktor partlayarsa, baş verəcəkləri düşünə bilirsiniz. Gəlin Çernobıl nüvə stansiyasındakı partlamanın təsirlərinə baxaq. Dünyanın ən böyük nüvə fəlakətinin baş verdiyi Çernobıl atom elektrik stansiyasındakı partlayışdan 39 il keçməsinə baxmayaraq təsirləri hələ də davam edir. Stansiyadakı 20 saniyəlik təhlükəsizlik testi üçün sistem söndürülür. Lakin təhlükəsizlik testi nəzarətdən çıxdıqdan sonra 4-cü reaktorda partlayış baş verir. Bu partlayış nəticəsində 2000 tonluq dam örtüyü havaya uçur və 8 ton radioaktiv maddə atmosferə qarışır. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, partlayış nəticəsində Hiroşimaya atılan atom bombasından 400 dəfə çox radioaktiv maddə atmosferə qarışıb. Yaranan zəhərli bulud Rusiya və Avropanın bir hissəsinə təsir edib. 10 gün sonra zəhərli buludlar Amerika Birləşmiş Ştatları, Kanada və hətta Yaponiyaya belə çatıb. Belarus, Ukrayna və Rusiyada 8 milyondan çox insan radiasiyaya məruz qalıb. Hazırda bu üç ölkədə təxminən 5 milyon insan radiasiya riski ilə olan ərazilərdə yaşamağa davam edir. Fəlakətdən sonra bölgəyə yaxın ölkələrdə körpələrin tiroid xərçəngi, lösemi, digər xərçəng növləri, katarakt və anadan gəlmə patoloji xəstəliklərlə doğulduğu görünür. Lakin Ermənistan Metsamorun təmir olunaraq yenidən fəaliyyətinin davam etdirilməsinin mümkünlüyünü əsaslandırmağa çalışır. Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət tsunami nəticəsində Fukushima atom elektrik stansiyasının bir neçə blokunun dağılması ilə üzləşdi. Amma Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin Metsamora necə təsir edəcəyini demək çətindir. Ermənistanla qonşu olan dövlətlərin Maqatedən Metsamorun vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki bir hadisə baş versə, nəticəsi bütün regionu əhatə edəcək. Metsamor atom elektrik stansiyası üçün ən böyük və qarşısı alınmaz təhlükə isə Ermənistan ərazisində baş verməsi ehtimal olunan güclü zəlzələdir. Tədqiqatlar göstərir ki, Ermənistan ərazisi Alp-Himalay qarşıqlıq sisteminin tərkib hissələrindən biri olub. Tektonik plitələrin kollizon təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Eramızın 139-cu ilindən sonra baş vermiş güclü zəlzələlər haqqında məlumatlar ayrı-ayrı seysmoloji kataloqlarda toplanıb. Burada baş verən zəlzələlər böyük dağıntılara və fəlakətlərə səbəb olub. Bütün bu deyilənlər Metsamor atom elektrik stansiyasının seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballıq zəlzələnin baş verməsi ki, belə zəlzələni hər an gözləmək olar. Nəinki atom elektrik stansiyasında, Çernobıldəki kimi bir blokun güclü partlamasına səbəb ola bilər. Hətta zəlzələ zamanı yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən Metsamor tamamilə dağıla bilər.
Bu halda mümkün ola biləcək fəlakətin miqyasını təsəvvür etmək belə çox çətindir. Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa təşviq edilə bilər. Təbii ki, belə böyük təhlükə mənbəyi olan elektrik stansiyası Avropada olsaydı, heç olmasa bütün dünya bu məsələdən xəbərdar olardı və müvafiq dövlətə təzyiq göstərilərdi. Ancaq bu elektrik stansiyasının təsirinə məruz qalan ölkələr Türkiyə və Azərbaycan olanda dərhal Qərbin ikili standartları işə düşür. Bu məsələ ilə bağlı Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən Qərb dövlətləri yalnız zəif səslərlə Ermənistanı tənqid edirlər. Hazırda Ermənistan Metsamorun fəaliyyətini 2036-cı ilə qədər uzatmaq istəyir. Çernobılin fəsadlarını nəzərə alsaq, bu təsir prosesinin bir çox uzunmüddətli xəstəliklərə və ekoloji problemlərə səbəb olduğunu deyə bilərik. Hiroşima və Naqazaki atılan atom bombalarının yaratdığı radiasiyanın təsirlərinin bu günə qədər davam etdiyini və Çernobil qəzasının Şərqi Qara Dəniz regionu əhalisinə təsirlərinin 18 ildən sonra görünməyə başladığını nəzərə alsaq, radioaktiv qəzaların yaratdığı problemləri tam aradan qaldırmağın mümkün olmadığı aydın olur. Bu səbəbdən bu gün Metsamordan gələn radiasiyanın Azərbaycana və region ölkələrinə təsirini dəqiq müəyyən etmək mümkün deyil və stansiyada baş verə biləcək problemin hansı fəsadlara yol açacağını düşünmək belə qorxuducudur.